Hər vaxtınız xeyirli olsun. Hörmətli abituriyentlər, artıq məqam yetişmək üzrədir. Sözün əsl mənasında necə həyəcanlı olduğunuzu çox gözəl hiss edirəm. Bu gün həftənin birinci günüdür. Çox güman ki, böyük ehtimal ki, cavabların bu gün çıxma ehtimalı yarana bilər. Düzdür, Dövlət İmtahan Mərkəzi zaten əvvəlcədən demişdi ki, yəni cavablar bu həftə ərzində çıxacaq. Bu nöqteyi nəzərdən də səbirlə, sakitlə, təmkinli formada cavabları gözləmək lazımdır. Cavabları necə öyrənəcəksiniz? Burada bir neçə üsullar var. Bilirsiniz ki, cavablar çıxanda hamı Dövlət İmtahan Mərkəzinin saytına girir və saytda yükləmə çox olduğuna görə biraz vaxtınızı alır. DİM-in saytına girib elə ilk pəncərədən fin kod və parolunuzu yazmaqla hara düşdüyünüzü DİM-in saytında görə bilərsiniz. Bu bir üsuldur. İkinci bir üsul isə İş nömrənizi 7727-də göndərməklə siz 7727-də göndərirsiniz və qəbul olsanız sizə kod verir ki, siz filan kodda ixtisasa ödənişli və yaxud da dövlət sifarişi qəbul olunmusunuz. Həmin kodu əslində 15 yer yazmışsınız ki, həmin o 15 koda baxıb uyğunlaşdıra bilərsiniz ki, hara düşmüsünüz və yaxud da uyğunlaşdıra bilməsəniz DİM-in verdiyi 7727-dən gələn kodu da 7737-yə göndərməklə hansı ixtisasa qəbul olduğunuzu öyrənə bilərsiniz. Qeyd edim ki, orada xidmət ödənişlidir. Yəni müəyyən qədər məbləğ çıxılır həmin kodlar verilmək üçün. Səhv eləmirəmsə 23 qəpik olmalıdır. Çünki çoxdandır o kodlarla belə deyimdə daha çox abituriyentlər göndərdi. Qiyməti abituriyentlər daha yaxşı bilir. Amma dediyim kimi sayt çox yükləndiyi üçün iş nömrənizi 7727-də göndərib həmin kodu əldə edirsiniz ki, hansı kodda ixtisasa düşmüsünüz. Onu 15 yerdən birinə uyğunlaşdırıb baxa bilərsiniz ki, hansına qəbul olunmusunuz. Hər birinizə uğurlar arzulayıram. Zəhmətin, əməyin nəticəsini əldə edəcəksiniz. Uğurlar olsun inşallah. Sağ olun.